Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz ədəbiyyat nəzəriyyəsindən epik növün janrları olacaq. Keçək dərsimizə. Biz keçən dərs nə danışdıq? Dedik, lirik növdə əsas hadisə, hekayə, əhvalat yox. Onların insanda yaratdığı his, həyəcan, düşüncələr əks etdirilir. Epik növdə isə əksinə əhvalat, hekayə, hadisə bunlar ön plana çəkilir. Lirik növdə deyər ki, qəhvəyi gözlərini görəndə qəlbimin bir anlıq durduğunu, qəhərin boğazımı bürüdüyünü hiss elədim. Burada görürsünüz ki, his, həyəcan, duyğu ön plana çəkilib. Biz lirik qəhrəmanın nə hiss elədiyini özümüz də hiss eləyə bilirik lirik növdə. Amma epik növdə elə deyil. Epik növdə təsvir əsas götürülür. Gözlərinin gözəlliyindən danışmaq istəyirsə deyər, badamı gözləri var idi, qəhvəyi rəngdə idi, kipriyi ox, qaşı kaman idi. Burada bizdə görürsünüz his, həyəcan yaratmır ki, orada təsəvvür yaradır. Yəni o bəhs elədiyi gözəldən, qızdan, danışdığı obrazdan bizdə təsəvvür yaranır. Epik növdə təbiət təsvirinə də yer verilə bilər. Məsələn, soyuq bir qış gecəsi idi, xırda qar dənələri qırmızı paltosunun üzərinə yağırdı. Burada bizdə təsvir yarandı da, gözümüzdə canlandı. Elə buna görə də epik növün janrlarına təsviri janrlar da deyilir. Biz keçən dərs başqa nə demişdik? Ədəbiyyat iki cür yaranıb, inkişaf edib, şifahi və yazılı. Hansı daha qədimdir? Şifahi. Ona görə elə başlayaq şifahi ədəbiyyatda epik növün janrlarından. Hansılardır? Əfsanələr, rəvayətlər, atalar sözləri və məsəllər, lətifələr, nağıllar, yanıltmaclar və tapmacalar. Başlayaq əfsanələrdən. Əfsanə nəsrlə yazılır. Ağla sığmaz, möcüzəli, fantastik hadisələrdən danışılır orada. 4 dənə də növü var. Zoonomik əfsanələr, heyvan, quş adları ilə bağlı olsa, toponomik, yer adları ilə bağlı əfsanələr, etnonimik, xalq, tayfa, nəsil adları ilə bağlı əfsanələr, səma cisimləri ilə bağlı əfsanələr isə kosmoqonik əfsanələrdir. Sonra rəvayətlər. Rəvayət əfsanədən fərqli olaraq tarixən baş vermiş hadisə olsun, yaxud tarixi şəxsiyyət olsun, onlarla bağlı real həyat hadisələrini əks etdirir. Rəvayətlər nəsrlə yazılır, tarixi şəxsiyyətlər, yer adları ilə bağlı rəvayətlər daha geniş yayılıb. Məsələn, Nuh Peyğəmbər, Astiaq, Tomris, bu kimi rəvayətlər var. Sonra gəlir lətifələr. Lətifə deyəndə biz ancaq elə bilirik gülməli hadisələrdir. Yox, lətifədə insan xarakter və əməllərində müşahidə edilən nöqsanlar da tənqid edilir. Lətifələrdə həm yumor, həm satirik gülüş olur. Bəzən də sarkazm olur. Yumor biz demişdik islah edici gülüşdür, satira ifşa edici gülüşdür. Sarkazmsa satiranın daha bir üst levelıdır. Lətifələr də nəsrlə yazılır. Xalq arasında Molla Nəsrəddindir, Bəhlul Danəndədir. Onlarla bağlı lətifələr daha geniş yayılıb. Sonra danışaq atalar sözü və məsəllərdən. İkisi də ibrətli, müdrik məzmun ifadə edən yığcam, bitkin ifadələrdir. İkisi də həm nəzmlə, həm nəsrlə yazılır. Bu ikisinin fərqi ondadır ki, atalar sözündə fikir bitkin şəkildə ifadə edilir. Yəni onun izahına ehtiyac yoxdur. Məsələn, mən deyirəm ki, bu günün işini sabaha qoyma. Atalar sözüdə bunu necə izah edə bilərəm? Bu günün işini sabaha qoyma. Bunun izahı yoxdur ki, elə fikir bitkin verilib də bizə. Məsəllərdə isə sözün izahına ehtiyac duyulur. Yəni mən bir məsəl deyirəm, məsələn deyirəm dava yorğan davasıdır. Bunun məsələnin arxasında duran əhvalatı bilən başa düşəcək. Yox, bilməyən deyəcək, bu nə deməkdir, bunu mənə izah elə də. Yəni, məsələlərdə bağlı olduğu hadisəni bilmək lazımdır. İndi kim videonu bura qədər izlədi, şərhlərdə atalar sözü yaxud məsəl yazsın. Danışaq tapmacalardan. Tapmaca asandır, həm nəzmlə yazılır, həm nəsrlə. Üstü örtülü şəkildə bizə məlumat verilir, biz də onu tapırıq. Məsələn, aldım bir dənə, çıxdı 1000 dənə. Biraz orada məntiq işlədib, beynimizi yoranda görürük ki, bunun açması nardır. Yanıltmac nədir? O da həm nəzmlə, həm nəsrlə yazılır. Yanıltmac söz oyunudur, yumoristik məzmun daşıyır. Uşaqların nitqini inkişaf elətdirmək üçündür. Var nağıllar. Nağıllar özünə məxsus başlıqla başlayır, xüsusi sonluqla bitir. Yəni, biri vardı, biri yoxdur ilə başlayır, göydən 3 alma düşdü ilə bitir. Məzmun etibarilə də 3 yerə bölünür. Heyvanlar haqqında, sehirli nağıllar, məişət nağılları. Heyvan nağılları, sehirli nağıllar bunlar adından məlumdur. Məişət nağıllarında real hadisələr təsvir edilir. Buradakı obrazlar həyatda çətinliklərlə qarşılaşır, yoxsulluq içində yaşayırlar.
Belə nağılların qəhrəmanları öz arzularına çatmaq üçün mübarizə aparır, dara düşən insanların köməyinə yetişir. Çətin sınaqlardan üzü ağ çıxıb, ağıl və bacarıqları ilə şər qüvvələri qalib gəlirlər. Ümid eləyirəm bura qədər aydındır. Gəlin keçək epik növün yazılı ədəbiyyatdakı janrlarına. Başlayaq təmsildən. Təmsil həm nəzmlə yazılır, həm nəsrlə. Satirik xarakterli tərbiyəvi ədəbi əsərdir. Həzmcə kiçik olur. Burada sənətkar insanlara xas olan nöqsanları, eyibləri, ayrı-ayrı əşya yaxud bitki, olsun heyvan, onların timsalında əks etdirir. Təmsildəki fikir insanlara düşündürücü, güldürücü şəkildə çatdırılır. Məsələn, əqrəb və çanaqlı bağa təmsili var. Biz oxuyanda deyirik, ayda bu nədir, nəyi oxuyuram? Amma oxuyandan sonra düşünəndə görürsünüz ki, orada bir düşündürücü məqam var. Əqrəb sonda bağanı sancır, bizə orada çatdırmaq istəyir ki, insan dostuna xəyanət eləməz, bivəfalıq eləməz. Aydındırsa keçək hekayəyə. Hekayə kiçik həcmli ədəbi əsərdir. Həm nəzmlə yazılır, həm nəsrlə. Bunu yadda saxlayın ki, nəsrlə yazılsa olur mənsur hekayə, nəzmlə yazılsa olur mənzum hekayə. Ədəbiyyatımızda ilk nəsrlə yazılmış hekayə, yəni mənsur hekayə İsmail bəy Qutqaşanlının Rəşid bəy və Səadət xanım hekayəsidir. İlk mənzum, yəni nəzm hekayəsi isə Nizami Gəncəvinin Sirlər Xəzinəsindəki hekayətlərdir. Novella nədir? Gözlənilməz sonluq. Yəni əsərin sonunda baş verəcək o hadisəni biz gözləmirik. Heç ağlımıza da gəlmir elə bir şey. Məsələn, bomba əsərində sonda kisədən bomba deyil də qarpuzun çıxmağı bizə də sürpriz olur. Povest nədir? Hekayədən də böyük olan nəsr əsəridir. İri həcmli nəsr əsəri. Povestdə bəzən böyük hekayə də deyilir. Ədəbiyyatımızda ilk povest nümunəsi Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib əsəridir. Roman nədir? İnsan taleyini geniş, əhatəli şəkildə əks etdirən əsərdir. Məsələn, hekayədə yazıcı obrazın həyatının bir mərhələsini təsvir edir. Yəni onunla məhdudlaşır. Amma romanda belə deyil. Obrazın bütün həyat yolunu, həyatı boyunca rast gəldiyi çətinlikləri, daxili aləmini, fikir və düşüncələrini əks etdirir. Xatirə nədir? Adından da məlumdur. Müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələr təsvir edilir. Sonuncu olaraq danışaq oçerkdən. Oçerk elə hekayəyə yaxın janrdır. Lakin hekayədən fərqi odur ki, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Məsələn, mən bir hekayə yazıramsa öz həyatım haqqında, orada istəyərəm öz adımı demərəm, deyərəm Nərgiz, obraza bir ad verərəm. Amma oçerkdə belə deyil. Dəqiq həyat materialı olmalıdır, sənədlilik əsasında yazılmalıdır. Mənim adım Səbadırsa, obrazımın da adı Səba olmalıdır. Dostlar, izah sizin üçün aydın, anlaşıqlı oldu. Mövzu ilə bağlı nə sualınız olsa da şərh bölməsində yaza bilərsiniz. Videonu da bəyənmədən tərk etməyin. Sağ olun, salamat qalın.